Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ramazan ayının sonuna dək bu duanı çoxlu şəkildə et. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahım, həqiqətən sən əff edənsən, əff etməyi sevirsən və məni əff et. Və yaxud fa'fu annə, bizi əff et. Və bu duanı usanmadan, yorulmadan de və çoxlu təkrarla. Əgər Allah Teala səni əff etdisə, qurtuluşa çatır, nicat tapır və səadətə qovuşanlardan olursan. İbn-i Qayyim Rahiməhullah buyurur ki, dua etdiyin zaman əgər vaxt daralarsa və qəlbində ehtiyacların çox olarsa, bütün duanı Allah'tan əff istəməyin olsun. Bütün duanın hər bir hissəsini bundan ibarət et. Əgər Allah Teala səni əff edərsə, bütün ehtiyacların istəmədən sənə gələr. Allahümmə innəkə afuvun tuhibbul affa fa'fu annə. Və həmçinin bu duanın özündə əhatə etdiyi mənaları hiss et. Burada əff deyildiyi zaman həm bədənləri, həm dinləri və həmçinin Allah Teala'nın əffini də əhatə edir. Bədənlərin əffi deyildiyi zaman hər bir xəstəlikdən şəfa tapmasını əhatə edir. Dinlərin əffi deyildiyi zaman hər bir xeyrə, ibadətə və itaətlərə müvəffəq olmaqdır və həmçinin axirətə aparan axirət əməllərinə müvəffəq olmaqdır. Allah Teala'nın əffi isə Allah Teala'nın günahları bağışlaması, günahı silməsi və günahdan keçməsi və ona cəza verməməsidir. Və həmçinin əff sözünün dildəki mənalarından biri də çoxluq və ziyadə mənasını verir. Yəni Allah Teala əff edərsə sənə istədiyindən daha çox verər. Və buna görə də bu sözü çoxlu şəkildə et. Allah Teala əgər bu duanı etsən, bütün dualarını yerinə yetirər. Və burada məğfirətlə əff arasında fərq nədir? Məğfirət Allah Teala'nın sənin günahından keçməsidir. Lakin bu səhifədə yazılmış halda qalır. Yəni məğfirət odur ki, Allah Teala günahdan keçir, bağışlayır, lakin səhifədə, əməl dəftərində qalır. Amma əff isə odur ki, Allah Teala həm günahından keçir və həmçinin o səhifədən silinir, elə bil ki, olmamış kimi. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə anamıza radiyallahu anhəyə Ramazan ayında Qədir gecəsində bu duanı çoxlu etməyi tövsiyə etmişdir. Və buna görə də bu zikri çoxaldın və bunu sevdiklərinizə xatırladın. O sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.